Değerli dostlar, bir qazanxanadır. Görürsünüz, yer tipli. 120 kW'lıq. Bu qazan deşilibdir. Və biz bu qazanı çıxardırıq, yenisini əvəz eləyəcəyik müasir sistemlə. Bu qazanxananın yerində nə vardı? Baxın diqqətlə. Demək, qazanın girişində də filtr var, çıxışında da filtr var. Mən hər dəfə iş gördüksə belə çəkilişlər edirəm ki, müəyyən səhvlər vardı, bunlar olmaqda. Qazanın girişinə və çıxışına filtr qoymaq olmaz. Çünki bunların hər ikisi tıxandığı zaman sirkulyasiya getmir. Qazan işlədiyi zaman daxildə isinmə çox gedir və partlayışlar olur. Yer tipli qazanımızı sökdük. Yerinə roli kombilər quraşdırıldı. Səliqəli bir şəkildə. Bacaları çıxdı çölə. Baxın. Kombinin altında kombi setindən istifadə eləmədik. Amerikankalardan istifadə elədik. Gördüyünüz kimi boruda 32'lik. Baxın. Və kombinin işləmə temperaturuna da baxın. Hər şey qaydasında. Dəncə qabı və giriş. Yüksək səviyyə.